Bismillah deyib başlayıram bugün də sizin üçün yeni vloqa. Əgər bu videonu atmısınızsa, deməli bizim zəhmət dolu mətbəx həyatımıza bir addım atmısınız. Gəlin nədən başlayırıq birlikdə baxaq. Bu sadəcə bir video deyil. Bu əslində köç hekayəsidir. Ən ləzzətli yeməklər ən dərin sükutla başlayır düşünürəm və biz bugün həm də mətbəximizi dəyişirik. Keçən il mətbəxdən çıxanda sanki hər şeyi yarımçıq qoyub vidalaşıblar mətbəxlə. Və artıq bu il mən varam və kollektivim var. Amma bu il elə qaydırıq ki, vəfakarlıq nədir, təmizlik nədir, zəhmətin bərəkəti necə olur, hamısını bir daha özümüz də xatırlayaq və sizə də xatırladaq. Bura köhnə mətbəxdir. Buran mən ləzzətin, birliyin, səmimiyyətin və dadlı yeməklərin bişən mətbəxi edəcəm. Bura bəzən yağlı tavaların, bəzən kirli yuyulub paklandığı yerə çevirəcəm inşallah. Biz bugün təkcə mətbəxi təmizləmirik, biz özümüzü də bu yay üçün saflaşdırırıq. Xadiməmiz elə səbirlə işləyir ki, baxırsan elə bil o yağları deyil, illərin yorğunluqlarını silir. Uşaqlar əl-ələ verib çalışıblar. Kimisi qabları daşıyır, kimisi arabanı sürür və bu insana həqiqətən də çox ləzzət edir. Bu əslində bir evin abu-havasıdır və mən bu vlogu çəkməkdə məqsədim odur ki, mətbəx hekayələrinin nə qədər çətin, yorğun, fədakarlıqla, zəhmətlə işlədiyimizi siz özünüz də görəsiz deyə mən bugün bu vlogu səsləndirirəm. Əslində mən bu vlogu çəkməyəcəkdim. Sadəcə gördüm ki, həqiqətən mətbəxdə çox işlər var. Biz orada çox işlər görüb təmizlik edəcəyik və düşündüm ki, bunların hər birini sizə çəkib paylaşım. Düşünürəm ki, baxaraq yorulmursunuz vloqlarıma. Çünki hər zaman vloq paylaşdığım zaman öz həmkarlarım mənə dəstək olurlar. İnşallah bu vloqun ardı gələcək yaxın zamanda. Yəni yeni təmizlənmiş halını da göstərəcəm sizə Allahın izni ilə. Hal-hazırda mətbəximizdə təmizlik gedir, davam edir. Və bizdə mətbəx basen qırağında olduğu üçün yeni fəsilə, yeni sezona hazırlaşırıq demək olar ki. Bəzi insanlar yayda dənizə gedər, biz isə basen qırağında mətbəx qururuq. Xoş gəldiniz bizim yay nağılımıza demək üçün, inşallah. Burada hər şey təzədən başlayır. Demək olar ki, qablar yuyulur və hər şey tozlar, torpaqlar tökülür ki, yeni sezona başlayaq. Köhnə mətbəx bu dəfə yerini dəyişir, amma biz ruhumuz eyni qalır. Basen qırağı təmizliyi gedir, basenda çatışmamazlıq olan bütün yerlər təmir olunur və inşallah yeni sezonda hər birinizi işlədiyim yerdə görməkdən şad olaram. Zəhmət olmasa videoma baxdınızsa bəyənməyi, qayd etməyi və yorumlarda yorum yazmağı unutmayın. İnşallah vlog 2-ni də bu mətbəxin hardan hara gəldiyini sizlər üçün çəkib paylaşacağım. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun.